Əziz valideynlər və dinləyicilər, Dalğa FM-in 92.5 tezliyində Valideyn Saatı efirində sizi salamlayıram. Mən aparıcınız Samirə Dünyamaliyeva və eyni zamanda Mən Rasif Dünyamaliyev. Bugünkü mövzumuz biraz fərqli, amma bir o qədər də vacibdir. Ailədə maliyyə savadlılığı. Biz uşaqlara hər gün nəzakəti, dürüstlüyü paylaşmağı öyrədirik. Amma bəzən bir vacib bacarığı unuduruq. Pulla necə münasibət qurmaq olar? Pul təkcə xərcləmək üçün deyil, həm də dəyəri anlamaq, planlamaq və seçim etməyi öyrənmək üçün bir vasitədir. Bu barədə danışmaq bəzən çətin olur, amma uşaqlar pul haqqında ilk dərsini evdə və valideyndən alır. Bugün studiyamızda bu mövzunu birlikdə müzakirə edəcəyik və maliyyə savadlılığı üzrə ekspertimiz var. Developia Engineering Akademiyasının icraçı direktoru Şamxal Cəfərzadə. Xoş gördük müəllim. Xoş gördük. Xoş gəlmisiniz Şamxal müəllim. Təşəkkür edirəm dəvət üçün, minnətdaram. Necə eləyək? Pul var. Pul var. Hə, bu pulun niyə? Puldan qorxuruq. Biz Azərbaycan xalqı olaraq puldan ehtiyat edirik. Çünki bizə heç vaxt öyrətməyiblər ki, pulu necə qazanmaq lazımdır. Biz görməmişik, bilmirik ki, atamız, valideynimiz hardan pul qazandı, gətirdi və sonra onu necə xərclədi, biz onu da bilmirdik. Yəni bizi uşaq olaraq ondan kənarda saxlayırdılar. Yəni ümumiyyətlə nə dərəcədə doğrudur? Yaxud da gəlin belə başlayaq, sualı verək, qoyaq da. Maliyyə savadlılığı nədir və ailədə necə bunu təmin edə bilərik? İlk öncə dəvət üçün təşəkkür edirəm, dinləyicilərimizi salamlayıram. Əslində bu məsələyə maliyyə savadlılığından daha öncə birinci elə ailədən başlamaq doğru olar deyə düşünürəm. Sadəcə bu dəqiqə tendensiya o qədər sürətlə inkişaf edir ki, pul ümumiyyətlə hardan gəlir, necə xərclənir və pula nəzarət, yəni bu kimi məsələlər biraz göz önündən kənarda qalır təəssüf ki. Ona görə, amma əslində çox vacib, çox ciddi bir məsələdir ki, biz bu məsələni daima əslində diqqətdə saxlamalıyıq. Yəni bunun üçün birinci maliyyə savadlılığı elə əslində ailənin büdcəsindən başlayır. Və ailənin büdcəsində də büdcənin necə formalaşdığını biz bilməliyik və bunu əslində aşılamalıyıq. Büdcə isə təbii ki, həm gəlirlərdən, həm də xərclərdən asılıdır. Yəni bunu düzgün, dayanıqlı idarə edə bilmək üçün mütləq gərək birinci biz gəlirlərimizi bilək və bunu sadəcə bilməyək, eyni zamanda bunun mütləq notu alınmalıdır, bu yazılmalıdır, qeyd olunmalıdır və eyni zamanda xərclər də yazılmalıdır. Xərclər isə bölünür. Yəni burada zəruri xərclər var, eyni zamanda istəyə görə olan xərclər var və bu zəruri xərclər elədir ki, yəni bizim normal gündəlik həyatımızda yaşamaq üçün tələb olunan ehtiyacları təmin etmək üçün. Bura həm kommunal xərclər, həm yaşayış xərcləri, həm nəqliyyat xərcləri kimi xərcləri misal göstərmək olar. Amma digər xərcləri isə bu biraz istəklərə görə olunan xərclərdir. Məsələn, şəxsi inkişaf üçün səyahət tipli xərclər ola bilər və yaxud fərqli lüks arzuları reallaşdırmaq üçün olan xərclər ola bilər və buradakı məsələyə əslində çox diqqət ayrılmalıdır. Yəni sırf maliyyə savadlılığı əslində bu hissədə lazımdır. Həm ailə üçün, eyni zamanda həmin ailənin övladlarına aşılamalı olduğu hissədə əsas toxunmalı olduğumuz nüans burasıdır. İndi məsələ ondan ki, günümüz reallıqda kənar təsirlər, xüsusən də marketoloqların təsirləri o qədər çoxdur ki, biz əslində nəyin ehtiyac, nəyin arzu olduğunu ayıra bilmirik. Uşaqlar öyrənir brend, bahalı geyim, bahalı əşya, ümumiyyətlə bahalı texnologiya. Özənmə olur, sosial mediadakı insanlar bizə nələrsə özəndirirlər və biz onu və bir də biz keçən dəfə də danışmışdıq, bu nəsillər fərqi var da. Məsələn, X nəsli qənaət eləyən nəsildir. Baby boomerlər ümumiyyətlə müharibə görmüş şəxslərdir deyə onlar ümumiyyətlə hər şeyə toxunulmazlığını, yəni qorumağa çalışırlar. Amma məsələn Z nəsli elə deyil. Z nəsli indi istəyirəm, indi olmalıdır prinsipi ilə yaşayır. Amma maraqlıdır ki, yeni gələn bu indiki böyüyən nəsil uşaqlar artıq onların pula və maliyyə savadlılığına yanaşması fərqlidir. Bu mövzu çox dərin və maraqlıdır. Gəlin bir reklam dəqiqələrinə ayrılaq, sonra mövzumuzu davam edək. Pul vaxtıdır. Şamxal bəy, bəs o zaman biz necə ailədə büdcəni formalaşdırmalıyıq?
formalaşdırmalıyıq və bunu formalaşdırarkən, bunu planlaşdırarkən uşağı da bu plana aid etməliyikmi, o da şahid olsun? Bir də burada maraqlı bir sualdır. Məncə bunu da müəyyən eləyək. Kim planlaşdırmalıdır büdcəni? Yəni ata ya ana? Atamı, anamı, Nənəmi, babamı? Nənəmi, babamı. Yəni və o bayaqlar dedik, yeni nəsil pul xərcləmək, istək, arzu, onu nətər o büdcəyə salaq? Tamam. Əla, çox qəşəng sualdır. İlk öncə buna belə cavab verim. Ümumiyyətlə mütəxəssislər pulla bağlı olan bölgünü 50, 30, 20 formatında adətən aparırlar. Yəni 50% birbaşa gedir, sırf zəruri xərclər üçün nəzərdə tutulur. 30% zəruri bayaq dediyimiz kommunal xərci, qida xərci. Bəli. 30% şəxsi istəklərə görə, arzulara Təhsil görə. haqqı zəruriyə aiddir ya yox? Maraqlıdır. Əslində təhsil haqqı zəruri xərcdir. Amma təəssüflər olsun ki, elə nümunələr var ki, təhsilə biraz sona qalır. Bəli, xərci son mərhələyə saxlayırlar. Daha çox birinci mal-mülk sevdalısı olurlar. İpotekaları birinci ödəyirlər. Bəli, adətən birinci belə bu tipli təəssüf ki, nümunələr var, amma cəmiyyətdə əksi də var. Yəni mülkünü, evini satıb təhsilə qoyan övladının kapitalı təhsilə qoyurlar. Bəli, kapitalını təhsilə qoyan valideynlər də var. Yəni bunun da ən azından müşahidəsini biz görürük. Biz. Bəli, siz davam edin. Və dediyim kimi 50% gedir zəruri xərclər üçün, 30% şəxsi istəklərə görə, arzulara görə, məsələn, səyahət ola bilər işin içində və yaxud da hansısa fərqli bir arzu istəklər ola bilər ki, bunların alınmasına sərf oluna bilər. 20% isə investisiya tipli xərc nəzərdə tutulur ki, aylıq gəlirin 20%-nə onsuz da qənaət edə bilməlisən ki, onu da investisiya edə biləsən. Bəli, planlamada xərci elə nəzərdə tutmaq lazımdır ki, onun 20%-ni sən investisiya edə biləsən. Burada investisiya bir neçə növdə ola bilər. Qısa müddətdə hansısa bir məqsədi gerçəkləşdirmək üçün investisiya ola bilər. Uzun müddətli bir investisiya ola bilər. Məsələn, ailədə əgər həmin o investisiya üçün nəzərdə tutulan rəqəmə ehtiyac yoxdursa və yaxud yaxın müddətdə ehtiyac olmayacaqdırsa, hansısa bir şirkətin səhmini ala bilər həmin ailə. O aldığın səhm sən alandan 6 ay sonra düşə də bilər, qalxa da bilər. Amma 6 ay sonra düşəndə və sən onu səhmi satmaq məcburiyyətində qalacaqsansa, təbii ki, buna getməyə olmaz. Mən sizinlə razıyam bu məqamda, yəni istəyirəm bir komment eləyəm. Biz investisiya deyəndə insanlar qorxurlar. Yəni çünki bu söz bizə yaddır. Bəli. Yəni bunu yastıq altı deyə, yığım deyə, çünki məsələn, adi 2000 manatlıq ailə büdcəsi olan bir ailə də investisiya eləyə bilər də. Məsələn, o əgər ayın axırında 200 manatı saving eləyib, yəni qənaət eləyib, saxlayıb, o 200 manata məsələn ayın axırı bir məsələn tutaq ki 3 qramlıq bir qızıl ala bilirsə, alarsa, o özü belə savingdir. Yəni hal-hazırda 1 qram 2 qram almaq olar. Yəni o belə investisiya sayılır. Yəni biz çünki investisiya deyəndə düşünürük hamı səhmlər alacaq, nə bilim şirkət quracaq və s. Amma xırda, yəni hətta o 200 manatı bank hesabına açıb, əmanət hesabı açıb, yaxud ona nə deyirlər? Depozit hesabı açıb, orada saxlasa, istiqraza yatsa nə? Yəni bu özü belə investisiya sayılır. Yəni investisiya mütləq o demək deyil ki, 100 minlər, milyonlar olmalıdır. Amma bizim ailələrdə həmin o sizin investisiya dediyiniz qənaət pulu bəzən dar günə lazım olar kimi də düşünürlər. Amma mən bu yanaşmaya fərqli yanaşıram. Çünki niyə? Bilirsiniz, dar günü düşünsən, elə doğrudan da dar günə qismət olur. Mən belə yanaşıram. Amma mən xoş gün üçün onu nəyə planlasan ona qismət olur da. Deyir, nəyə niyyət ona qismət. Mən bir məqamı da qeyd etmək istəyirəm. Deyirlər ki, bu Yahudi ailələrində uşağa pul verəndə xərcləməyə. Biz övladlarımıza həftəlik, aylıq pul xərcləmək üçün müəyyən vəsait ayırırıq. Yəni və onu da öyrətmişik. Məktəbdə qidaya nə qədər xərclənə bilər? Qənaət etməkdə
biraz bu Yahudi yanaşmasından da bir də paylaşmaq. Məsəl üçün o uşaqda ictimaiyyətdə bir məsuliyyətini formalaşdırır da. Yəni indi o buna necə yəni o neçə faizi onun paylaşmaq olmalıdır, qənaəti və xərcləmə. Bir uşağa bunu öyrədir, bir gəncə deyək, bunu bir yeniyetməyə bunu öyrədərkən bir də bir sual da yaranır. Sizcə neçə yaşından pul xərcləməyə verməliyik, öyrətməliyik bir uşağa? Təşəkkür edirəm. Deməli, burada bayaq bizim birinci uşaqdan əvvəl valideyndən, ailədən danışırdıq deyə, ailənin qazancının 20%-ni, yəni ortalama bu təbii ki bizim şəxsi fikrimiz deyil də, yəni bu sınaqdan çıxmış bir 20% qənaət olmalıdır. Bəli, 20% qənaət olmalıdır və artıq qənaət elədiyin rəqəm hansısa bir investisiya üçün yatırılacaq. Rasim müəllim də vurğuladı, hansı növdə investisiyalar ola bilər və s. Amma bu mütləq şəkildə olmalıdır ki, ilk öncə həmin ailənin dayanıqlılığını möhkəmləndirsin və baş verə biləcək force major hallardan, fövqəladə vəziyyətdən, işsizlikdən həmin ailəni sığortalasın. Yəni bu həm də bunun üçün önəmlidir. Gəlirəm ailədə uşaqların maliyyə ilə bağlı valideynlərin nə qədər birgə fikir mübadiləsi aparmağına. O hissədə çox təəssüflər olsun ki, bizdəki ailələrdə daha çox bu biraz tabu sayılır. Yəni valideynlər uşaqlarla əlaqəli maliyyə məsələlərində maksimum bəli, gizli saxlayırlar. Hətta yanında danışmağa qorxurlar ki, uşaq bunu eşitməsin. Pulun sanki gizli bir şey olduğunu düşünür və bu qənaətə gəlir ki, bu pul görəsən nədir ki? Sirdir. Burada nə sir var ki, bunu valideynlərimiz bizdən bölüşmürlər. Bəli, paylaşmırlar, amma əslində bu belə olmalı deyil. Valideyn artıq siz bayaq sual verdiniz ki, təxminən neçə yaşdan etibarən bu mövzularda artıq uşaqlarla danışmaq olar. Düşünürəm ki, məktəb yaşına çatandan sonra, uşaq artıq məktəb həyatı başlayandan sonra İlla ki o məktəbdə oxuduğu müddətdə artıq nəsə almaq istəyir, sinif yoldaşı nəsə yeyəndə görür, onun da ürəyindən keçir nəsə bir şey alsın ki, o dönəmə qədər də valideyni ilə mütləq şəkildə hansısa bir alış-veriş mövzularında 100% valideynin yanında iştirak edib, sadəcə balaca olduğu üçün valideyn uşağı mövzuya aid eləməyib də bir növ kənarda saxlayıb. Amma məktəb illərindən etibarən mərhələli şəkildə uşağı artıq pulla bağlı mövzulara alışdırmaq lazımdır, məlumatlandırmaq lazımdır. Daha çox uşağı necə məlumatlandırmaq olar və həvəsləndirmək olar? Məsələn, bir məhsul istəyəndə, indi bilirik də, uşaq valideynin yanında harasa gedəndə mütləq nəsə deyir də, gördüyü, xoşuna gəldiyi, bəyəndiyi nəyisə istəyir. Və bunu istəyəndə birinci növbədə uşaqlarda bunu aşılamaq lazımdır ki, sən bunu niyə istəyirsən? Uşaq onu niyə istədiyini valideynə bir növ izah eləməyi bacarmalıdır. Valideyn də əgər düşünürsə ki, bu uşağa lazım deyil, bu alınmamalıdır. Uşaq deyəndə ki, atasına və yaxud anasına mən filan əşyanı istəyirəm və yaxud qida üçün filan qidanı istəyirəm. Valideyn yox, mən onu sənə almıram, onu almaq üçün mənim pulum yoxdur və yaxud da pulum var, amma almıram, ehtiyac yoxdur tərzində cavablar düşünürəm ki, verməməlidir. Bəli. Tam tərsinə. Uşağa mənfi təsir göstərir. Bəli, tam tərsinə uşağı biraz məlumatlandırmaq lazımdır. Məsələn, həmin uşağın istədiyini əgər valideyn uşağına almırsa və yaxud almaq istəmirsə, bunu açıqlamalıdır. Yəni onun uşaq olduğuna baxmayaraq. Mənim övladlarımın sinif yoldaşları ən son model gəlib evdə deyirlər ki, onlara telefon məktəb yaşında hardasa bir zəruridir. Niyə? Bəli. Çünki müəyyən platformalar var, özəl məktəbdə oxuduqları üçün ev tapşırıqları o platformadan gəlir, müəyyən məlumatlar. Buna bir tərəfdən sevinirəm ki, uşaq öz məsuliyyətini özü dərk edir, valideyndən asılı olmadan tapşırığın vaxtını, həllini, hətta layihə hazırlamaq tapşırırlar, kompüter lazım olur ki, o layihəni hazırlasın. Birinci sevinirəm ki, özü fərdi təqdimat hazırlaya bilir, nə gözəl. Amma deyəndə ki, bu bir brend marka ən son model, mən deyirəm ki, bax, o nəyə görə lazımdır? Yəni o sualı veririk. Yəni bu sənin işini görmək üçün, yəni iki seçim var. Bu seçim də var. Yəni Bəli. biz onu bir də bir uşaq da daha yaxşısını özü əldə etməyə, özü qazanmağa meylənməlidir. Bəs o nə əldə etdi? Yəni o nə istəyirsə valideyn əziyyət çəkir və düşünür ki və uşaq da düşünür ki, bu asan əldə olundu. Hə, sevinir buna. Mən düşünürəm ki, nə uşağı qorxutmamaq lazımdır. Bəzi ailələrdə mən şahid oluram ki, bilirsən, ata
vətəndaşdan pul çıxardır, səndən ötürü gecə-gündüz işləyir, tər tökür. Uşaq özünü günahkar hiss edir. Ayda yediyi yeməyə də, içdiyi suya da, gəzdiyi gəzməyə də və qorxa-qorxa soruşur. Ata, sənin pulun var, sən bizi apara bilərsən. Niyə aciz göstərək ki? Yəni uşaq bilsin ki, aylıq bir planlama var. Bu planlamanın içində ayda bir dəfə gəzmək var. Ya bu gəzməyin də nümunəsi olmalıdır. Gəzmək sadəcə yeyib, içmək, oynamaq deyil də. Yəni bu teatrda ola bilər, bu filmdə ola bilər və nə zaman necə olacaq? Bunu öncədən planladığı zaman uşaq da buna bir savadlı yanaşır. Mən elə hesab edirəm və bu mükafat və ya cəza da olmamalıdır. Bax, dərslərini yaxşı oxudun, al sənə var da indi baba, nənə, ata, özün yaxşı göstərmək üçün sənə pul verirəm. Uşaq düşündü ki, mənim biliyim pulla alındı. Mən buna da biraz skeptik yanaşıram. Yollayan ki, motivasiyadır da bu. Cəza da, amma o cəzada da eləyirlər axı. Bunu belə elədin deyə sənə bunu vermirəm. Əgər onu elə almaq lazım idisə, onu o pis apardı deyə, özünə yaxşı apardı deyə etməməliyik ki, bu planda var idi ya yox idi. O ona lazımdı ya yox. İndi orada sual çıxır da, bu arzudur yoxsa bu ehtiyacdır? Yaxşı, mükafat pul olmalıdırmı? Mükafat niyə pul olmasın ki? Çünki gələcəkdə sən indidən uşaq mükafatı, pulu mükafat olaraq görməyəndə, gələcəkdə onun üçün də o çətin olacaq. Yəni bonus sistemi də, məsələn, bu günləri biz biri var işçi olub maaş alır, bilir ki, aylıq maaşı budur. Bir də var ki, məsələn, elə bir işdə işləyir ki, məsələn, tutaq ki, investisiya eləyir, bilir ki, orada məsələn gəliri olacaq, bonusu olacaq və s. yaxşı işləyəcək, yaxşı satış eləyəcək, çox bonus alacaq, satış eləməyəcək, bonus almayacaq. Yəni bu elə o sistemdir də, onu uşaq vaxtından öyrəşdirir. Amma məsələ, mən düşünürəm ki, başqa cür. Yəni biz uşaqlara yaşlarından, yəni kiçik yaşlarından biz uşaqlara nəyin ehtiyac, nəyin arzu olduğunu göstərməliyik. Yəni onu mən düşünürəm ki, onu biz tərbiyə etməliyik. Yəni bu bizim öz həyatımız nümunəsində də göstərməlidir də. Yəni uşağa ki, bu mənə bunu arzuluyurdum, məsələn, bir ildə arzuluyurdum. Bunun üçün saving elədim, yığım elədim, aldım bunu. Uşaq onu görəndə o da o cür davranacaq. Mən bir hallan da rastlaşmışdım. Yoxsa evin, yəni uşağın təhsil haqqını aparıb, məsələn, planşetə verib, öz telefona verib, sonra təhsil haqqını yubadırsa, yəni bu artıq büdcənin doğru idarə edilməməsinə gətirir çıxardı da. Bu o demək olur ki, həmin ata büdcəni doğru idarə eləmir. Yəni yaxud ana. Mənim böyük övladım da 1-2 il öncəyə qədər belə bir hal rast gəlmişdi, amma biz bunu ailədə müzakirə edərək yoluna qoyduq. O düşünürdü ki, evdə özünün yığdığı ad günündən, Rasifin bildirdiyi kimi də bu motivasiya yönümlü yığdığı pulu aparırdı məktəbdə belə səxavətli şəkildə və düşünürdü ki, mən səxavətli oğlanam. Burada nə var ki, paylayırdı. Və mən ona paylayırdı deyəndə xərcləyirdi. Necə də xərcləyirdi. Gedək mətbəxdən, bufetin, yeməkxananın nəsə almaqla mən qonaq edirəm hamını və ad qazanırdı ki, mən bilsiz belə mən səxavətli oğlanam. Atasının hesabına mən onu çox mən başa saldım ki, sən bununla nə əldə edirsən, nə xoşuna gəlir. Səni buna görə sevirlər, bu sənə xoşmu gəlir? Ya biz elə bil bunun nə düşündüyünü açmağa başladıq ki, hansı duyğuları. Mən ona başa saldım ki, həqiqətən ehtiyacı olan birinə qonaq etmək istəmirsən, o başqa məsələ. Yəni sən də nəsə almısan və bax buna sizin müəllim kimi də baxışınızı, mən nəyi doğru etdim, mən səhv etdim. Mən ona öyrətdim ki, paylaşmaq da elə olmalıdır ki, bu qarşı tərəf nə səndən istifadə etməməlidir, belə deyək. Nə də sən elə bil ki, onun üzərindən üstünlük göstərməməlisən. Yəni pul vasitəsilə belə deyək də, özünü sevdirə bilmərsən. Özünü təsdiq, əlbəttə ki, bu sonrakı mərhələdə də problem yaradır. Yəni ona görə uşaq pulu istifadəni doğru şəkildə başa düşməlidir ki, o sonra pulu istifadə edib özünü təsdiqlə məşğul olmasın da. Yəni sonra bu gəlir çıxır mənəmliyə də. Yəni biraz yaxşı cəmiyyət tərəfindən doğru qarşılanmayacaq bir duruma gəlib çıxa bilər. O məhz odur da, ona görə bizim valideynlər pulu uşağa vermirlər, qorxurlar ki, o pulu amma zamanında verib və bu keysləri də izləyib kontrolda saxlayanda o bir gənc olduğu zaman artıq hər cür
кейsləri görüb və hazır olur həyatda. Səhvi uşaq vaxt eləyəndə onu tərbiyə eləmək olur. Amma bir də var ki, həmin uşaq o məsələn universitetə gedəndə ata ona müəyyən bir aylıq məvacib verir. O da onu universitetdə başqa cür istifadə edir. Bilirsiniz? Və sonra onu o yekə kişidir. Onu qabağına qoyub tərbiyə eləyə də bilmirsən artıq. Yox, bilirsiniz, bizdə durumlar necədir ki, gizlədərək bunu və ya uşaq bilir ki, ailədə bunu o xarakterini, xüsusiyyətini göstərmir, gizlədir artıq. Amma kənarda dostların arasında gizlədə bilmir axı o xüsusiyyəti. Mən düşünürəm ki, bu cür mövzular açıq müzakirə olunmalıdır ki, hamı övladını da yaxından tanısın. Yəni bir də o zamanında biz uşaqlara səhv etmək şansı da verməliyik ki, o səhvi düzəldə bilsin, onu müzakirə edə bilsin. Buna bağlı Şamxal müəllim də fikrini alaq. Mən bununla bağlı bildirmək istəyirəm ki, ümumiyyətlə uşaqların ən təhlükəli yaş aralığı keçid yaş aralığıdır və keçid yaş aralığında valideynlərin əksər şikayətləndiyi hiss odur ki, belə bir ifadə var cəmiyyətdə ki, sanki mən övladımı tanımıram. Yəni övladım elə davranışlar sərgiləyir ki, mən öz övladımı tanıya bilmirəm ki, bu mənim oğlumdur və yaxud bu mənim qızımdır ya yox. Bütün bunun arxasında dayanan səbəb düşünürəm ki, valideyn-uşaq dostluq münasibətinin, valideyn-uşaq bağının normadan aşağı səviyyədə olmasından qaynaqlanır bu problem. Yəni nə uşaq öz içində o sərbəstliyi, o rahatlığı hiss eləmir ki, anası ilə və yaxud atası ilə bu oğlana da qıza da aiddir də. Bölüşsün. Bəli, öz fikirlərini, arzu və istəklərini rahat şəkildə valideyni ilə bölüşsün. Yəni bu bir növ travma kimi qalır uşağın beynində və avtomatik olaraq o bölüşmək üçün öz çevrəsindən adam axtarır özünə. Təbii ki, onun çevrəsi də aşağı-yuxarı o yaş aralığında olan kimi düşünən olacaq. Yeniyetmələrdir və bu yeniyetmələr vasitəsilə də o yanlış qərarlar verə bilər. Amma təbii ki, qeyd elədiyiniz mövzularda, hansı ki siz öz övladınızla, oğlunuzla az öncə qeyd elədiniz ki, qabağınıza qoymusunuz, izah eləmisiniz, başa salmısınız və dediyinizdən belə başa düşdüm ki, bu çox yaxşı nəticə verib və uşaq artıq o davranışlarını dəyişdirib. Və təbii ki, doğrusunu da siz eləmisiniz əslində. Çünki onun çevrəsində olan, onun qonaqlıqlarından həzz alan çıxacaqlar ona deməyəcək onu ki, sən yanaşmanı dəyiş, bu xeyirxahlıq deyil, bu qoçaqlıq deyil, bu istifadə olunmaya gətirib çıxara bilər və s. Bunu ona həmin o qonaqlıqdan həzz alan yoldaşlar deməyəcək, təəssüf ki. Ona görə aşılamağınız və mövzunu bilməyiniz təbii ki, övladınız üçün də, dolayısıyla ailəniz üçün də çox yaxşı nəticəyə gətirib çıxarıb. Amma ümumiyyətlə bu gəlir sırf maliyyə savadlılığının erkən yaşdan başlayıb yeniyetməlik dövründə də inkişaf elətdirilməsinə gəlir, dayanır. Çünki maliyyə savadlılığı belə bir mövzu deyil ki, bunu sən bir dəfə öyrəndin, sonra qoydun kənara. Yəni biz bayaqdan o danışdığımız mövzuları ki, əhatə eləyən bir fikir deyə bilərəm. Biz zəruri xərclərdən danışdıq, impulsiv istəyə görə olan xərclərdən danışdıq. Amma məsələn onun içində o çox zaman qarışıq salınan məsələlər qaldı. Hansı ki işə gedirik, işə getmək üçün bizə nəqliyyat lazımdır. Sən ictimai nəqliyyatla da gedə bilərsən, şəxsi avtomobillə də gedə bilərsən. Amma şəxsi avtomobillə gedəndə mütləq 100 minlik avtomobillə getmək kimi məcburiyyətin yoxdur. Və özünü o kredit hesabına və yaxud borc xərc hesabına o çətin duruma salmamağın tövsiyə olunur. Və bunu da erkən yaşdan hansı ki uşaqlardan o yeniyetməlik dövründən onlara aşılayanda bu gətirib nəyə çıxarır? Birinci növbədə onların öz güvənini saxlayır, özünə inamını artırır, gələcəyini açır, önünü açır və eyni zamanda artıq o erkən yaşdan maliyyə ilə necə davranmaq lazım olduğunu bildiyi üçün sabahları özü gəlir əldə eləyəndə, özü qazanc əldə eləyəndə artıq onun maliyyə ilə bağlı davranışı bizim də özünün də istədiyi tərzdə davam edir. Və digər gənc yoldaşlardan bir addım, iki addım öndə olur o. Mən ümumiyyətlə düşünürəm ki, sözünüzü kəsdim Sami. Mən ümumiyyətlə düşünürəm ki, pulu özü zəhmətlə qazanan insanlar pulu daha rahat idarə eləyə bilir. Yəni o pulu idarə eləyə bilməyənlər əksəri pul belə deyim də təsadüf nəticəsində yaxud atadan, yaxud babadan. Mən tam olaraq elə deməzdim. Mən indi çox gənc tanıyıram ki,
bütün maaşını bir telefona verə bilir və sonra oturur bir ay işə necə gedəcəyini düşünür. Sonra bütün maaşını hansısa bir tədbirə, geyimə. Çünki yoldaşlar başa düşürəm, gəncdir. Amma Bu gənclər arasında indi bu trend var. Gəncin günahı deyil. Məsələ ondadır ki, o gənc Z nəslidir. Gəlin belə deyək də, o daha sürətli qərar verməyə xoşlayır və bu günləri bizim sosial mediamız, bizim marketinq mütəxəssislərimiz o qədər peşəkardırlar ki, məhz o Z nəslinin alıcı davranışlarını çox yaxşı bilirlər və ona görə də elə bir reklamlar, elə bir call to actionlar eləyirlər ki. Peki dostundan geri qalmaq istəmir. Biraz bu bizim yorğanına görə ayağını uzat söhbətidir də. Yəni dostundan geri qalma. Yəni baxırsan ki, məsələn bu günləri o telefon mağazalarının qabağında növbə, yəni hələ bilinmir o təbii yaradılır yoxsa süni yaradılır ki, geri qalmayın bu insanlardan. Siz də seçilmiş olun. Yəni insanlar niyə o lüks şeyləri alırlar? Baxın bu günləri Azərbaycanda təəssüf olsun ki, bu var və ümid eləyirəm ki, yaxın gələcəkdə də bunun qarşısını dövlət alacaq. Çünki bizdə artıq rəqabət məcəlləsi var. Məsələn, brend hansı ki brendlərin dünyaca məşhur lüks brendlər, yəni ucuz məhsulların üzərinə yapışdırılır və bunu da maraqlı odur ki, bütün imkanlısı da alır, imkansızı da alır, pulu olan da alır, pulu olmayan da alır və baxırsan ki, hamı şəhərdə gəzəndə, xüsusən də yay aylarında baxırsan hamı brenddədir. Amma məsələ ondadır ki, o brend onun orijinalı deyil. Və niyə onu alırlar? Çünki istəyirlər ki, seçilmiş olsunlar. Bəlkə onun ruhunu da belə deyək, burada məqam çoxdur. Bayaq müəllim gözəl qeyd elədi. Şəxsi inkişafına ayrılan və o bəlkə də bilmir ki, o büdcəni insanı xoşbəxt edən və daxildən yox, xaricdən xoşbəxt edən, xüsusən gənclərdən necə ifadə edim, məqamlar çoxdur ki, hörmət ehtiyacı kənardan və daxildən olur. Amma onu biz yeniyetmədə daxildə yaratsaq ki, sənin bacarıqların üzərindən və həyat öndədir də, yəni sən ona bu indi mən gənclər zamanının gənci indi 40-45 yaşında insanlar tanıyıram ki, bu da mı doğrudurmu ki, onun yoldaşları, dostları gəzəndə, əylənəndə o cavanlığını keçirtməyibdir, çalışıbdır və o sonra biraz 40-45-ə gələndə deyir ki, həyat keçdi, getdi də, mən amma çalışdım, pul investisiya elə, bu da bir yanaşmadır. Biz televiziyalarda bizə göstərilən, filmlərdə bizə göstərilən həyatla biz reallığı qarışdırırıq. Məsələ ondadır ki, Azərbaycan inkişaf etməkdə olan cəmiyyətdir. Bax, iqtisadiyyatdır, inkişaf etməkdə olan iqtisadiyyat. Bir də var ki, inkişaf etmiş o iqtisadiyyat. Məsələn, Avropa. Sən Avropadakı gənc kimi yaşaya bilməzsən. Niyə? Çünki sənin iqtisadiyyatın, Azərbaycan iqtisadiyyatı hələ inkişaf edir. Yəni, inkişaf edir o bilsiz nə deməkdir? Yəni, hamı çalışmalıdır. Bəli. Yəni, gecəsi, gündüzü olmamalıdır bu xalqın, millətin. Yəni, evdə əmək qabiliyyətli insan o qalmamalıdır ki, mən evdə oturum. Yəni, mən bir gün istirahət edirəm. O gənc bir günləri 18 yaşı olanda getməlidir çalışmağa, oxuya çalışmalıdır. Biz özənirik Amerikadakı gəncə, biz özənirik Avropadakı gəncə. Məsələn, Amerikadakı gəncin təhsil krediti deyən bir şey var. 100 mini alır, aparır, verir bir universitetə, sonra universiteti bitirəndən sonra bir 20 ildə o krediti ödəyir. Yəni, keçən ilə qədər neçə milyardlarla kredit yığılmışdı, ödəyə bilmirdi. Trump onu şeylədi də, bağışladı. Yəni, baxın, o cəmiyyətlə bu cəmiyyəti müqayisə eləyə bilməz. Çindəki gənclər də tamam başqadır. Məsələn, onlar da bütün gecə gündüz işləyirlər. Bir dənə bizim Şamxan mən bunu cavablandırsın rəsmən icazənizlə. Bəs nə qədər doğrudur ki, bizim ata-analar indi bu Avropa gənci, Amerika gəncindən danışdıq. Biz istəyirik ki, uşaq artıq universitet həyatına başlayan kimi evi də olsun, maşını da olsun, amma bunu ona ata-ana alır da. Təbii ki, o yaşda uşaq onu əldə edə bilməz. Niyə ümumiyyətlə almalıdır da? Almalıyıq mı? Almamalıdır. Yəni 18 yaşı oldu uşağı salsan çölə gedir o yəni öz həyatını təmin edir. Yox. Bax, Avropalı həyat istəyiriksə, Amerikalı həyat istəyiriksə, onda orada elədi axı. 18 yaşı olan amma 15 ilini uşaq həsr eləyib bir ev alırsa, amma həyatda müsbətlə başlasaq, atasına, anasına kiraya haqqı ödəyir. Mütəxəssisin də fikrini alaq icazənizlə. Təşəkkür edirəm. Ümumiyyətlə bizdə bir el misalı var.
belə bir deyim var ki, yaxşı oğul neynir ata qazancın, yaman oğul neynir ata qazancın. Belə bir deyimimiz var. Təbii ki, bunun mənasını hər kəs başa düşür ki, bu məsələ nəyə xidmət eləyir. Yəni bu əslində o deməkdir ki, biz övladımızı düzgün yetişdiririksə və o da yaxşı bir övlad olursa, söhbət burada sadəcə mütləq təhsilli, mütləq ali təhsilli, mütləq diplomlu olmasından da getmir. Yəni ümumiyyətlə şəxsiyyət olaraq, xarakter olaraq, insan olaraq yaxşı övlad kimi yetişir, yaxşı şəxsiyyət olur, yaxşı vətəndaş olur və belə bir deyim var da, vətənə, millətə xeyirli övlad olur. Və bu adam bu tərz yetişirsə, formalaşırsa, o bir sənət sahibi də ola bilər, o təhsilli hansısa bir peşə ixtisasına da yiyələnmiş biri ola bilər. Amma mahiyyət etibarı ilə bu tərz övladın həqiqətən də atadan, babadan qalma mirasa praktik olaraq ehtiyacı yoxdur. Praktik olaraq ehtiyacı yoxdur. Aha. Varsa üstünlükdür. Bu savingdir də, varsa Bəli, savingdir. Varsa savingdir. Yəni amma yoxdursa da onun ona ehtiyacı yoxdur. Çünki o artıq necə yaşayacağını bilir və necə özünə daha rahat, komfortlu bir həyat quracağını bilir. Bu dəfə də gəlir işin içinə Rasim müəllimin vurğuladığı məqam girir ki, bəli, Azərbaycan iqtisadiyyatı inkişafda olan bir iqtisadiyyatdır və fərd, vətəndaş da başa düşür ki, mən bunu rahat şəkildə əldə eləyə bilməyəcəm. Bunun üçün mütləq şəkildə mənim ekstra hansısa bir gəlir yerim olmalıdır, depozitim olmalıdır və avtomatik olaraq beyin işləyir ki, aylıq müəyyən miqdar mən məvacib əldə eləyirəm və aylıq məvacibimi elə bir tərzdə xərcləməliyəm ki, onun içində bayaq dediyimiz heç olmasa aylıq bir 20% depozit olsun. Bu aylıq gözə çox görünə bilməz, amma uzun vadədə bu çox ciddi bir rəqəmə çevrilmiş olur. Və sən bunu sadəcə evdə yastığın altında qoyub saxlamırsan. Çünki biz başa düşürük ki, heç nə baş verməsə belə ortalama hər il ortalama bir 13% inflyasiya olur. Keçən il qızıl alanlar bu illəri 20% daha 20, şeydir. Bəli. Yəni ona görə mahiyyət etibarindən sən bunu harasa yatırım eləyəndə, hansısa bir səhmə və yaxud da ki, hansısa bir bank hesabına və s. yatırım eləyəndə bunun illik gələn gəliri, qazancı bəlli bir müddət sonra sən o istədiyin həyata qovuşdurur. Və burada bu körtəbii şəkildə olmamalıdır. Ümumiyyətlə maliyyə savadlılığı belə deyil də ki, sən bunu bu gün öyrəndin və analiz elədin, hesab kitab elədin, bunu qoydun bir kənara. Yox, bu davamlı nizam-intizamlı şəkildə hər ay qeyd olunmalıdır, hər ay yazılmalıdır. Gəlirlər necə yazıldığı kimi xərclərdə eynən o qaydada yazılmalıdır. Rəsməm dedi, bunu ata-ana kim eləməlidir, necə eləməlidir? Onu da bir dənə toxunaq. Birlikdə etməlidirlər. Orada mənə elə gəlir ki, necə bu şirkətlərdə bilirsiniz də, səhmdarlar olur, şirkətin pay sahibləri olur. Orada aşağı faiz pay sahibi olur, yuxarı faiz pay sahibi olur. Normalda əgər minimum bir şirkətdə 2 səhmdar varsa, bu ən yaxşı halda 51-in 49-a bu bölünür. Dolayısıyla bu niyə 51-in 49-a bölünür? Bir söz haqqı səbəbi. Evdə necə olur? Bəli, evdə də mən düşünürəm ki, maliyyə gücü kimdədirsə, maliyyə gücü kimdədirsə, düşünürəm ki, söz haqqı da onda olmalıdır. Çünki maliyyə elə bir gücdür ki, maliyyənin çox qazanan, çox əldə edən demək ki, maliyyə ilə bağlı, pulla işləməklə bağlı praktikası, təcrübəsi, dünya görüşü daha çox olan şəxsdir. O ailədə oğul da ola bilər, o ana da ola bilər, o ata da ola bilər, o baba da ola bilər, nə bilim bacı da ola bilər. Yəni ailənin fərqli fərdlərindən bu formalaşa bilər. Amma mən düşünürəm ki, faktiki olaraq yaşından asılı olmayaraq ailədə daha çox gəlir gətirən kimdirsə, maliyyə gücü kimdədirsə, maliyyənin idarə olunması da bir növ onda Amma bu baxımdan çətinlik Amma bizə tərsinədir də, əslində pulu xərcləyənlər pulu idarə etməyə qərar verirlər. Bir şey qeyd edim ki, əgər maliyyə gücü babadan gəlirsə, mən hesab edirəm ki, hər qurulan ailə öz-özünü idarə etməyi öyrənməlidir. Bu maliyyə gücü baba da artıq ailə evlənəndən sonra bir o investisiya deyirsiniz, bir xərc ayırmalıdır və deməlidir ki, bunun davamını özünüz gətirin. Yəni o davamlı onu idarə
etməyə başlasa, bu da bir xaosa və narahatçılığa səbəb olacaq. Pulu baba verirsə, nənə də onun atçotunu aparacaq da. Yox, bu qurulan ailədə problemə, hətta boşanmaya qədər gedə bilər. Hətta ailə büdcəsinin doğru istifadə olunmaması, yəni mən bir çox tanıdığım ailələrdən də şahid olmuşam ki, məhz maliyyənin doğru istifadə edilməməsi də bu ayrılıqlara səbəb olubdu. İstəsək də, istəməsək də proqram çox maraqlı alındı, mövzu çox gözəl idi. Bunu bir saata sığdırmaq da çətin idi, amma proqram sona doğru gəlir. Mən Şamxal müəllimə təşəkkür edirəm və onun sözündən də belə başa düşdüm ki, uşağa balıq verməyək, balıq tutmağı öyrədək. Uşağa sadəcə xərcləməyi yox, planlamağı, dəyərləndirməyi və paylaşmağı öyrətmək ən gözəl mirasdır. Ailədə maliyyə savadlılığı o deməkdir ki, pul ailəni idarə etmir, ailə pulu idarə edir. Bu uşağın gələcəkdə həm azad, həm məsuliyyətli, həm də dəyərlərinə sadiq bir insan kimi formalaşmasına kömək olur. Rasiməm, son olaraq sizin də bir sözünüz varmı? Mən burada demək istəyirəm ki, savingə diqqət eləyin, çünki məhz sizin zənginliyinizi, sizin maliyyə dayanıqlığınızı müəyyən edən gəlirləriniz yox, o gəlirlərdən xərcləyə bilib də, amma xərcləmədiyiniz, yəni şuurlu şəkildə xərcləmədiyiniz vəsaitlər sizin zənginliyinizi müəyyən edir. Ona görə saving eləmək lazımdır. Şamxal müəllim, siz də son olaraq Qızıl qaydadır ki, qazandığını xərcləmə, xərclədiyindən qazan. Yəni xərcləri o şəkildə eləmək lazımdır ki, xərclər də səni qazandırsın. Bəli, xərclərdən Maraqlı qazanasan. yanaşmadır. Xərclərdən qazanasan, bəli. Bu qızıl qaydadır. Buna mütləq şəkildə riayət eləməliyik və pula sahib olmaq gözəldir. Çalışaq pulumuza sahib olaq, dinləyicilər də, biz də, amma pulun əsiri olmayaq. Gözəl. Gözəl. Dalğa FM-də yenidən görüşənədək sağlıqla qalın.